Azərbaycan feodal dövlətlərdir. Demək, 9-cu əsrin ortalarında xilafətin tabe etdiyi ölkələrdə azadlıq mübarizəsi genişləndi. Bununla Azərbaycanda feodal dövlətlər yaranmışdı. 5 feodal dövlətimiz mövcuddur. İkisi ərəb mənşəli, ikisi türk mənşəli, biri isə kürd mənşəlidir. Ərəb mənşəli dövlətlərimiz Şirvanşahlar və Rəvvadilərdir. Türk mənşəlilər Sacı və Salari sayılır. Kürd mənşəli isə Şəddadi dövlətidir. Şirvanşahlar 861-1538-ci illərdə mövcud olub. Növbəti dövlətimiz Sacilərdir. 898, bəzi mənbələrdə 879-941-ci illərdə mövcud olduğu qeyd olunur. Sonrakı Salaridir. 941-981, Rəvvadi 981-1065, Şəddadi 971-1088-ci illərdə mövcud olmuşdur. Şirvanşahlar dövlət şəklində formalaşmamışdan əvvəlcə əmirlik şəklində mövcud olmuşdur. Əmirliyin ilk nümayəndəsi Yezid İbn Məziyyəddir. Yezid İbn Məziyyəd Şirvanın birinci rəsmi hakimi sayılır. Onun dövründə Bərdə yarı-müstəqil əmirliyin mərkəzi idi. Məhəmməd İbn Yezidin dövründə 859-da əmirliyin iqamətgahı Gəncəyə köçürülmüşdü. Sonra isə dövlət yaranmışdı. Dövləti yaradan Heysam İbn Xalid olmuşdu 861-ci ildə. Bununla da dövlətin sərhədləri möhkəmləndi, xarici düşmənlərə qarşı mübarizə asanlaşdı. Sonrakı hökmdar Əbu Tahirdir. Əbu Tahirin dövründə dövlətin paytaxtı 918-də Şamaxıya köçürülmüşdü. Dövlətin 3 paytaxtı olmuşdu: Şirvan, Şamaxı, Bakı. Dövlətin idarə etmə sistemi birinci idi. Şah birinci vəzifədə dayanmışdı, mütləq hakim idi. Şahzadə əyalətləri idarə etmişdi. Vəzir inzibati və mali işlərinə nəzarət etmişdi. Eyni zamanda digər vəzifələr də mövcud olmuşdu. Hacib, qoşun. Hacib saraydakı işləri tənzimləyirdi. Qoşun sıx qvardiyadan ibarət olmuşdu. Hər bir dövlətin yaranmasının tarixi əhəmiyyəti mövcud olmuşdu. Bunlar qədimdə dövlətçilik ənənələrinin dirçəlməsinə, şimalda Slavyan və Alan basqınlarına qarşı mübarizənin asanlaşmasına səbəb olmuşdu. Şirvanşahlarda 3 sülalə mövcud olub: Məzyədilər, Kəsranilər və Dərbəndilər. 861-1027-də Məzyədilər, 1027-1382 Kəsranilər, 1382-1538 Dərbəndilər sülaləsi mövcuddur. Sonrakı dövlətimiz Saci dövlətidir. Saci dövləti bu dövrdə yaranmış, Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən türk mənşəli feodal dövlətimiz sayılır. Dövlətin paytaxtı Marağa və Ərdəbildir. Nümayəndəsi Əbu Saş Divdat sayılır. Məhəmməd İbn Əbu Saş Divdatdan sonra hakimiyyətə Məhəmməd İbn Əbu Saç gəlir. Onun hakimiyyəti dövrü daha çox uğurlu yürüşlərlə